Bugün daha bir ciddi harici burun deformasiyası olan, travmatik eğriliği olan pediatrik septoplastik əməliyyatı edəcəyik inşallah. Və pasiyentin göründüyü kimi burnu ciddi şəkildə əyilib, uşaq idmançıdır və tamamilə sol tərəfi demək olar ki, bağlayıbdır. Həmişə qeyd etdiyimiz kimi, böyümə nöqtələrini qoruyaraq, qoruyucu, pediatrik, septoplastika, endonazal üsulla, yəni kəsib açmadan burun içərisində düzəliş eləyib, qoruyacaq ki, burun düşməsin, çökməsin və öz qığırdaqları ilə burnu orta xəttə gətirib, burun tənəffüsünü bərpa eləyib. Hətta estetik olaraq da onu düzəldərkən nə qədər düzəlsə, nə qədər imkan versə, o qədər də düzəldəcək ki, həm nəfəs alması düzəlsin, həm də estetik olaraq da müəyyən qədər düzəlmiş olsun. Əməliyyat artıq bitdi. Göründüyü kimi artıq sol tərəf tamamilə açıldı, sağ tərəfdə bərpa olundu burun tənəffüsü və burun ucu dəstəkləndi ki, burun ucu düşməsin və nisbətən də ön qığırdaq hissəsi orta xəttə gətirildi ki, burun dəlikləri də simmetrik vəziyyətə gəlsin. Burun həm tənəffüsü bərpa oldu, həm də qoruyucu bir əməliyyat elədik.